Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən cemli pirog hazırladım. Çox dadlı, ucuz başa gələn bir piroqdur. Və hazırlama qaydasını sizinlə paylaşmaq istəyirəm. İnşallah keçirəm hazırlama qaydasına. Deməli, qaba 4 stəkan un əlavə elədim. 1 paçka vanil, çay qaşığının ucunda biraz duz və 250 qram yağı, mən marqarindən istifadə elədim. Siz kərə yağı da istifadə edə bilərsiniz. Və yumşalmış bu yağı unla qatışdırıb umac halına gətirirəm. Hazırladığım umacı kənara qoyub, deməli qaba 1 ədəd iri yumurta, əgər yumurta xırdadırsa 2 ədəd əlavə eləyə bilərsiniz. 1 stəkan pesok, şəkər tozu. Bunları yaxşıca qatışdırdım. Sonra bura 2 xörək qaşığı qatıq, yarım çay qaşığı çayını soda əlavə eləyib qatışdırdım. Qatıq olmasa smetanı da qatmaq olar. Yəni qatığı smetanla əvəz eləmək olar. Sonra vanil əlavə elədim və yaxşı qatışdırdım. Sonra bu qatışımı hazır elədiyim umaca əlavə eləyib xəmir yoğurdum. Yoğurduğum xəmirin deməli 3də 1 hissəsini ayırıram. 3də 1 hissəsini ayırıb bir salafana, pingirinə qoyub, deməli qoydum soyuducunun buzluğuna ki donsun. Yerdə qalan hissəni hansı tavadakı, hansı listə bişirirəmsə, o listə biraz duru yağ əlavə eləyib, deməli listi yağladım. Sonra o yerdə qalan xəmir ki var idi, onu deməli listin içinə əlimlə hər tərəfi eyni qalinliyində yayıram. Xəmiri yayandan sonra cem əlavə elədim. Mən burada qeysi cemindən istifadə eləmişəm. Siz hər hansı cem olsa, alma, heyva, ürəviz nə istəyir, o cemdən istifadə edə bilərsiniz. Cemi də xəmirin üzərinə yaydım. Sonra bu buzluğa ki qoymuşdum o xəmiri törkadan keçirərək cemin üzərinə bu cürlə törkadan keçirdirəm. Əslində burada xəmir biraz çox qalmalı idi ki, yaxşı donsun. Onda rahat törkalamaq olur. Amma mən tələsdiyim üçün biraz tez götürdüm. Deməli, xəmiri törkalayıb cemin üzərinə yaydım və qoydum peçə bişməyə 180 dərəcədə. Hardasa yarım saat 40 dəqiqəyə bişir. Üzü qızarır və götürdüm. Burada biraz mən gec götürmüşəm. Biraz tünd qızarıb. Siz istəsəz tez götürüb açıq rəngdə də götürmək olar. Hazırladığım deməli bişən bir piroqu doğrayıram. Mən paxlava şəklində doğradım. Siz hansı formada istəsəz doğraya bilərsiniz. Və doğradığım piroqu yığıram nimçəyə və üzərinə şəkər pudrası əlavə eləyirəm. Əziz izləyicilərim, inşallah siz də pişirib bəyənərsiniz. Bəyən düyməsini basıb abunə olmağı unutmayın, əziz izləyicilərim. Videolarımın ardına gəlməsi üçün mənə dəstək olun inşallah. Yeni videolarla görüşərik. Bu da bizim piroqumuz. Qıraqlarını, kənarlarını bir qaba yığdım. Evdə yeyiləcək. Bu bütövləri də pay aparacağım. Gələn görüşlərdək sağ olun, sağlıqla qalın.